Naxçıvanda buna dişləmə çay deyərlər. Bilirsiniz dişləmə çay nədir? Hə? Çoxlarınız bilmirsiniz. Dişləmə çay. Dişləmə çay ondan ibarətdir ki, bir boğaza düşə qant qoysan ağzına, bir yekə istəsən çay içirsən. O vaxt elə idi. Amma indi çay içənlər belə yer ki, çaydan çox qənd yeyirlər. Çay konfetle puanla bir çay olmaz. Qətiyyən. Biri şokoladla çay içir, biri konfetle içir. Çay olmaz. Çay ancaq qandır. Yəni şəkərdir. Amma şəkərlər də indi. Vaxtilə o kəllə qəndlər vardı. Yadınızdadır o yaşım olan operet tadından. 3 manat pul, bir kəllə qənd və salam kəbin kəzildi. O kəllə qənd uzun işte. Onu doğurursan onun ayrı ləzzəti var. Ama indi bu formaya salınmış qənd o ləzzəti vermiş. Gerek bunu böyle atlasam bu ya. Çok iyi. Çok iyi mi? Kötü yok, kəhli yok. Bakıda vaktiyle Ruslar buna kək otadı koydular. Ama bu otun adı kəhli otudur. Çay da kəhli otudur. Ama başında buna kək otu çay değil. Müdür kək. Bir şey yok. Kəhli otur. Bildin? Çəkli yiyir də bu otu, ona görə. Bəli, bu kəhli yiyən otur. Ona görə bundan sonra belə siyasi səhv bırakmıyor. Var çayınızda. Bizim de değil. Kəhli. Tom kəhli tutamaz. Yok, karşı. Ötök. Naxçıvanda olduğum vaxtın ən yaxşı dəqiqələrindən biridir. Söğüt ağacının altında qabağımızda kəhli otundan hazırlanmış çay, qənd və çox yaxşı da hava. Siz de olun. Teşekkür ederim.